birinizi salamlayıram mənim əzizlərim. Bizim bugünkü mövzumuz sifətdir, yəni ingiliscə adjektiv. Gəlin başlayaq izahımıza. Demək uşaqlar, sifətin dərəcələrinə baxırıq ilk növbədə. Sifətin 3 dənə dərəcəsi var, hansı ki birincisi adi dərəcədir, ikinci müqayisə, üçüncüsü üstünlük dərəcə. Bunların mütləq şəkildə ingiliscə adlarını bilmək lazımdır. Düzdür, şərt olaraq düşmür, amma bilsəniz daha yaxşı olar. Positive degree adi dərəcədir, comparative degree müqayisə dərəcəsi, superlative degree isə üstünlük dərəcədir. İndi gəlin bir-bir bunların dərəcə zərflərinə baxaq və necə düzəlməsinə baxaq. İlk növbədə gəlin başlayaq adi dərəcədən. Adi dərəcə uşaqlar heç bir göstəricisi yoxdur. Yəni sırf adi dərəcədə, yəni sadə olan sifətlərdir. Məsələn, deyirəm happy, interesting. Yəni bunlar adi dərəcədə olan sifətlərdir. Amma bunların cümlədə göstəricilər var. Hansı ki bu göstəricilər as, baxın as bunun ortasında adi dərəcə istifadə edirik. Not so as eyni şəkildə ortasında adi dərəcə istifadə edirik. Sonra uşaqlar very, to, so, such, quite, rather, enough. Uşaqlar, bunlar isə adi dərəcənin göstəriciləridir. Yəni bunları cümlədə görürsünüzsə adi dərəcə götürürsünüz. Bəs yaxşı. İndi keçək sifətin müqayisə dərəcəsinə. Sifətin müqayisə dərəcəsi uşaqlar həmçinin elə üstünlük dərəcəsi də 2 yolla düzəlir. Hansı ki tək hecalı sifətlər var bizdə. Bir də çox hecalı sifətlər var. Baxın, tək hecalı sifətlər yadınızda saxlayın. Sifətlərin tək hecalı və ya da çox hecalı olmağına onların tələffüzü ilə baxırıq. Biz yazılışına yox. Yəni sözün tələffüzünə görə baxırıq ki, bu sözlər tək hecalıdır yoxsa çox hecalıdır. Tək hecalılar erlə düzəlir, çox hecalılar isə morla düzəlir. Siz həm həm mor bir sifətə qoya bilmərsiniz. Variantlarda görəcəksiniz zaten elə seçimlər olacaq. Amma mor bir sözdə olmaz. Ya olar, ya mor olar. Bu da baxacaqsınız ki, tək hecalıdır sifət yoxsa çox hecalıdır. İndi baxaq görək müqayisə dərəcənin göstəriciləri hansılardır. Ən əsas başlıda zən. Uşaqlar, cümlədə zən sözünü görürsünüz, o zaman müqayisə dərəcə götürürsünüz. Sonra much, a little, a bit, sonra var idi far. Bunlardan sonra isə müqayisə dərəcəsi götürürsünüz. Bir də cümlədə between, sonra day by day bu kimi sözləri görürsünüzsə, o zaman götürürsünüz müqayisə dərəcəsi. Bəs yaxşı uşaqlar, bəzi bizə sifətlər var ki, sonu, baxın, y, ow, baxın, bunlarla bitən iki hecalı sifətlər var ki, onları biz müqayisəsini erlə düzəldirik, morla yox. Məsələn, elə happy sözü. Deyəcəksiniz, bəs müəllimə, happy sözü iki hecalıdır axı. Yəni tərəffüzünə baxırıq, 2 dənə sayt var. Dedik ki, sonu y ilə bitən iki hecalı sifətlər, baxın, çox hecalı demirik. 2 hecalı sifətlər tək hecalı kimi qəbul edirik və bunları morla yox, erlə düzəldirik. Bəs yaxşı uşaqlar, biz variantlarda məsəl üçün, deyirəm ki, a happier. Məsələn, bir dənə də yazıram bura, person. Elə bil ki, variantda bu veriləcəkdir, a happier. Və yaxud da happier. Bu cür variantlar verəcək sizə. Artikellı da verəcək, artikelsız da. Mütləq şəkildə dərəcəni tapandan sonra artikellara fikir verin. Görün o dərəcənin a artikellısı var və yaxud da ən artikellısı var. Əgər varsa, bir dənə də qayıdın cümləyə. Baxın, görün ondan sonra sayılan tək isim gəlibmi? Əgər uşaqlar sayılan tək isim gəlirsə, o zaman biz demişik ki, elə artikel qaydasında demişik bunu, isim qaydasında da demişik. Sifət plus isim sayılan təkcə artikelini ora verməliyik. Həmçinin bu morda da belədir uşaqlar. Məsəl üçün, baxın, more görəcəksiniz. Nə zaman görəcəksiniz? Məsələn, deyirəm, more interesting. Belə bir variant görəcəksiniz. Səhv götürməyin. Çünki artikelini biz ismə görə qoyuruq. Yox, əgər buradakı isim cəm və ya sayılmayandırsa, o zaman normal olaraq artikelini vermirik. Yəni, more və more sözlərini görəndə mütləq fikirləşin. Görün, orada isim var. Əgər varsa və sayılan təkdirsə, more'u biz götürürük orada. Sonra baxaq, all da bir də el də məsələlərinə. Baxın, deyirik ki, deməli, zənin yanında, baxın, bunlardan biri müqayisədir, biri yox. Zənin yanında biz all da sözünü istifadə edə bilərik. El də zən görməyəcəksiniz.
All da müqayisə dərəcədədir, amma L da yox. Bəs yaxşı, the oldest-lə the oldest, bir də the eldest arasındakı fərq nədir? Baxın uşaqlar, bunlar arasındakı fərq hər ikisi də böyük, yaşlı insanı bildirir. Amma the oldest, məsələn, hər hansı bir ölkədə olsun, dünyada olsun, şəhərdə olsun, kənddə olsun, ümumi bir yerdə yaşlı insanı bildirir. Amma ailə içində deyəndə, ailədə ən böyük insan, məsələn, ailədə ən böyük qardaş, nə bilim, ailədə ən böyük taki bacı və yaxud da və s. O zaman biz deyirik in the family. In the family görürsünüz cümlədə, o zaman nə götürürsünüz? The eldest götürürsünüz. Sonra baxırıq üstünlük dərəcəyə uşaqlar. Üstünlük dərəcə necə istifadə olunur, necə düzəlir? Yenə eyni şəkildə tək hecalılar var və çox hecalılar var. Tək hecalılar est, burada da z olur. Baxın bu cür. Çox hecalılar isə the most-la düzəlir uşaqlar. Bəs bunların göstəriciləri nələrdir? Cümlədə görürsünüz, in üstəgəl isim, məsələn, in my life, in the class, bu cür. Və yaxud da among görürsünüz, nə bilim, all of görürsünüz, sonra have ever görürsünüz, have ever. Bunlar üstünlük dərəcənin göstəriciləridir. Bir də one of. Ən çox bunlar istifadə olunur. Bunları görürsünüz, üstünlük dərəcə götürürsünüz. Bəs yaxşı, nə zaman biz deyirik ki, üstünlük dərəcənin artiklı z-dir. Bunu biz artiklda da öyrənmişik. Bəs bu z nə zaman düşər uşaqlar? Əgər nöqtələrdən əvvəl yəlik hal, yəlik əvəzlikləri görürsünüzsə, o zaman biz z artiklını vermirik. Çünki demişik, yəlik hal və yəlik əvəzliyindən sonra z artiklı istifadə olunmaz. Düzdürmü? Məsələn, bunu bir nümunə ilə yadınıza saxlayın. Hansı ki, hamının bildiyi my best friend. Düzdürmü? Bunu hamı bilir də. Bir dənə bu nümunəni yadınıza saxlayın. Görün ki, yəlik əvəzliyi var burada və best də sifətin üstünlük dərəcəsidir. The best olmalıydı əslində normal olaraq. Amma my'dan sonra gəldiyinə görə artiklsız istifadə olunub. Bu nümunə ilə yadınıza saxlayın. Gəldik ən axırıncı qaydasız sifətlər var. Hansı ki, kökündən dəyişir bunlar. Good adi dərəcədir. Bunun müqayisəsi nə gooder deyil, üstünlüyü də goodest deyil. Uşaqlar, bunun müqayisəsi betədir, üstünlüyü isə the bestdir. Yadınızda saxlayın. Bad, worse, the worst. Many, much, hər ikisi də eyni düzəlir. More, the most. Little, less, the list. Bu da qaydasız sifətlərimiz. Uşaqlar, sifət bu qədər idi. Çox sadə, aydın dildə izah etməyə çalışdım. Ümidvaram ki, hər bir şeyi başa düşdünüz, qaranlıq bir yer qalmadı. Səhifəmi izləməyi almağı unutmayın. Videonu da like eləyin və rəy bölməsində fikirlərinizi yazmağı unutmayın.